İlk önce onu deyim ki, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması iki ölkə arasında əlaqələrin dinamikasında mühüm rol oynayacaq. ABŞ kimi dünyanın güclü bir ölkəsi ilə strateji tərəfdaş olmaq Azərbaycanın qlobal nüfuzunun göstəricisidir. Rəsmi Bakının son 6 il ərzində həyata keçirdiyi diplomatik, siyasi, iqtisadi addımlar ölkəmizin geosiyasi mövqeyini dünyanı idarə edən güclərlə strateji müttəfiqlik səviyyəsinə qaldıra bilibdir. Rusiya, Türkiyə və Çindən sonra ABŞ ilə strateji tərəfdaş olmaq Prezident İlham Əliyevin yürütdüyü siyasətin effektivliyinin göstəricisidir. O ki qaldı ABŞ ilə imzalanan strateji tərəfdaşlıq haqqında xartiyaya, bu sənəddə Azərbaycan üçün önəmli olan çox maddələr var. Amma mən daha çox təhlükəsizlik, tranzit və süni intellekt üçün data mərkəzlərinin inkişaf etdirilməsi üzərində dayanacağam. Xartiyanın 3-cü bölümündə qeyd edilir ki, Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Bu bölümdə qeyd edilən fikirlər bizə onu deməyə əsas verir ki, ABŞ Azərbaycanın regionda təhlükəsizlik arxitekturasının banisi kimi qəbul edir. Yəni, Vaşinqton Qafqazda Azərbaycan və Ermənistanla hansısa sahələr üzrə müqavilə imzalamır, həm də bölgənin təhlükəsizliyinə cavabdeh olan dövləti müəyyən edir. Və bu rol, dediyim kimi, Azərbaycan üzərinə düşüb. ABŞ rəsmi Bakını həmçinin regionda formalaşan yeni logistika arxitekturasında əsas dayaqlardan biri kimi görür. Bu baxımdan Ağev Xəzər hövzəsində yeni təhlükəsizlik və strateji infrastrukturun qorunmasına yönəlik əməkdaşlıq təqdim edib. Yəni, Vaşinqton Azərbaycanı strateji tərəfdaş kimi görür ki, bu da rəsmi Bakıya yeni geosiyasi sistemdə yer almaq imkanı qazandırır. O cümlədən, Azərbaycan bölgənin təhlükəsizliyini qorumaq üçün ABŞ-dən yeni və müasir hərbi vasitələr əldə etmək, öz hərbi potensialını gücləndirmək kimi rıçaqlar əldə edir. Xartiyada ikinci mühüm məqam tranzit məsələsidir. Sənədin 1-ci bölümündə qeyd edilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər nəqliyyat dəhlizini, yəni orta dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatının infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında manisiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi beynəlxalq sülh və rifah naminə traf marşrutunun əhəmiyyətini qəbul edirlər. Bu o deməkdir ki, TRIP layihəsi ABŞ üçün Qafqazda, orta dəhlizdə mövcudluq, şərqdən qərbə uzanan marşrutlarda iştirak və ən əsası Mərkəzi Asiyaya çıxış imkanları verir. Və bu prosesin açar ölkəsi Azərbaycandır. Azərbaycan olmadan böyük güclərin, o cümlədən ABŞ-nin marağında olan belə bir layihənin həyata keçməsi mümkün deyil. Və nəhayət, süni intellekt üçün data mərkəzinin inkişaf etdirilməsi məsələsi. Əgər rəsmi Bakı xartiyada süni intellekt üçün data mərkəzlərinin yaradılması ilə bağlı təsbit edilmiş ideyanı gerçəkləşdirə bilsə, bu Azərbaycanın qlobal miqyaslı uğuruna və nüfuzuna səbəb olacaq. Bu layihənin baş tutması və mərkəzin ABŞ şirkətləri tərəfindən qurulması ölkəmizin dünyanın ən qabaqcıl rəqəmsal sistemlərinə sahib olması deməkdir. Mütəxəssislərin fikrincə bu təkcə iqtisadi bir addım deyil, həm də yeni iş yerləri və dünyaca məşhur texnologiyaları yerindəcə öyrənmək fürsətdir. Belə bir əməkdaşlıq Azərbaycanı regionun əsas rəqəmsal mərkəzinə çevirərək yeni startapların və gənc proqramçıların önünü açacaq. Dünyanın nəhəng Amerika IT şirkətlərinin Azərbaycana gəlməsi ölkəmizdə rəqəmsal ekosistemin tamamilə yenilənməsinə təkan verəcək. OpenAI, Anthropic, Google, Microsoft və ya Amazon kimi nəhənglərin təcrübəsi və texnoloji bazası yerli bazarda yeni standartlar müəyyən edəcək. Bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması həm böyük investisiya axını, həm də Azərbaycanın mütəxəssislərin qlobal layihələrdə birbaşa iştirak etməsi üçün unikal bir şərait yaradacaq. Azərbaycan gələcəkdə dünyaya sadəcə xam enerji resurslarını deyil, həmin enerjini yüksək texnoloji data mərkəzlərində emal edərək rəqəmsal dəyər və intellektual məhsul ixrac edəcək. Beləliklə, ABŞ və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiya rəsmi Bakının gələcəyə ünvanladığı zəmanət, inkişaf və sülh sənədidir və bu sənəddən maksimum yararlanmaq lazımdır.